Salam, gəlin 9-cu sinif dərsliyinə Unit 5-in izahına baxaq. Vocabulary, yəni vocabulary hissəsi bilirik ki, söz yığını hissəsidir. Birinci tapşırığa baxırıq. Read the social media post about some unusual art pieces and discuss the questions with a partner. Qeyri-adi incəsənət əsərləri haqqında olan sosial media postlarını, yəni paylaşımlarını oxuyun və sualları partnyorunuzla, yəni yoldaşınızla müzakirə edin. Which of them do you think is the most unusual? Səncə bunlardan hansıları ən qeyri-adidir? Why? Niyə? Which of them would you like to try? Hansını sən yoxlamaq istərdin, yəni denemək istərdin və niyə? Burada iki sözü görürük. Scroll. Scroll burada şəkildə verildiyi kimi şurup deməkdir. Digər sözümüzə baxaq. Mural, a big and colorful painting on a wall that tells a story, shares a message. Yəni divardır, hansı ki bu divara rəngli və böyük rəngli üzərində şəkillər olan bir divardır və bu da bizə hekayələr və yaxud da ki mesajlar paylaşır. Yəni divar üstü rəsmlər olan o divarlara mural deyilir. Gəlin indi postları oxuyaq, görək nə verilib bizə burada. I have just discovered Andrew Murray and his art. Mən təzəlikcə Andrew Murray və onun sənətini kəşf etmişəm. His ability to transform thousands of screws into portraits is truly inspiring. Onun minlərcə o şurupda screw portretlərə çevirməsi gerçəkdən də ilham vericidir. It's great to see how he brings imagination to life through his unique technique. O deyir, onun o unikal texnikasının vasitəsi ilə how he brings imagination to life, öz təsəvvürünü həyata keçirtməyi görmək deyir, möhtəşəmdir. Digərinə baxırıq. İkinci postumuzda wow, this is so amazing. Wow, möhtəşəmdir. Amir Zeynurun from Malaysia is like a superhero artist. Amir Zeynur, Malayziyadan olan Amir Zeynurun superhero, super qəhrəman rəssamı kimidir, belə deyək. He uses postcards to make murals of important people who often experience struggles in history. O çox zaman tarixdə çətinliklər yaşamış, mübarizələr, çətin həyat yaşamış vacib insanların o painting murals dedikdə o rəsm divarını hazırlamaq üçün postkartlardan istifadə edir. He gets postcards for free from restaurants and culture houses. O postkartları pulsuz şəkildə restoranlardan və yaxud da ki mədəniyyət evlərindən əldə edir. That's so cool. Bu çox yaxşı bir şeydir. I admire how he turns simple things into art. Mən heyranam ki, o necə sadə şeyləri incə sənətə çevirir. Sənətə çevirir daha doğrusu. Bu da oldu Mary'nin postu. Caitlin'dən baxaq. These pictures are so cool. Bu şəkillər çox möhtəşəmdir. So cool, çox yaxşıdır. Christian Four makes them using thousands of crayon. Christian Four onları minlərlə crayon, karandaşlar o pastel karandaşlar deyil, onlardan istifadə edərək hazırlayır. Each image is filled with lots of colors. Hər bir şəkil çoxu rənglərlə doludur. Fill with və burada sözün yerə diqqət edək. When you move around the pictures look different like magic. Deyir, şəkillər ətrafında yəni hərəkət etdikcə şəkillər fərqli görünür. Like magic, bir sehir kimi. I consider, yəni mən hesab edirəm, mən düşünürəm ki Christian Four a magician who turns crayons into art. Mən Christian Four'u bir sehirbaz kimi hesab edirəm. Kim ki o crayon, həmin o karandaşları sənətə döndərib, yəni çevirib bu mənada gedir. Və sonuncu Muradın postuna baxırıq. Ran Hewing uses things from the fashion world like beads and buttons to make big wall pictures. Ran Hewing
muncuq və yaxud da ki, düymə kimi, yəni fashion, moda dünyasından olan əşyaları istifadə edir. Böyük o şəkil divarlarını yaratmaq üçün həmin o moda dünyasından olan düymə və yaxud da muncuq kimi əşyaları istifadə edir. People value her creative works and say that they are great. İnsanlar onun bu yaradıcı əsərlərini, burada work əsər mənasına gedir, ona görə cəmlənib, dəyərləndirir, qiymət verir və deyirlər ki, onlar möhtəşəmdir. What about you? Bəs sən? How do you express yourself in art? Bəs sən özünü sənətdə necə ifadə edə bilərsən? Express-in mənası da ifadə etməkdir. İndi isə gəlin vocabulary tapşırıqlarına baxaq. Birinci sözümüz inspiringdir. Inspiring-in mənası nə deməkdir? İlham verici, cəsarətləndirici mənasında işlənir və doğru cavab olacaq exciting and encouraging you to do or feel something. Imagination təsəvvür deməkdir. Hansı ki, artıq yəni təsəvvür etdiyimiz bir şey, mövcud olan yox, yəni mövcud olmayan bir şey deməkdir. Olacaq burada demək A variantı. Something that you have imagined rather than something exists. Mövcud olandan çox nəyisə təsvir edirsən, beynində yaradırsan, imagine edirsən. Burada isə tərsi nədir? Deyir, mövcud olan bir şey haqqında düşünürsən, səhvdir, B variantı. Struggle dedik ki, çətin, struggle həm də feil kimi işlənir, mübarizə aparmaqdır. Bir də mübarizə, çətin döyüş, savaş mənasında. A hard fight in which people try to get or achieve something. Nəyisə əldə etmək, nəyisə nail olmaq üçün insanların verdiyi çətin savaş, yəni mübarizə. Admire heyran olmaqdır, hörmət etmək, heyran etmək mənasında. Look at something and think that that's attractive. Mesela bir şeye baxarkən onun möhtəşəm olduğunu düşünmək, yəni heyran olmaqdır. Look at something and that's simple, sadə bir şey baxarkən sadə olduğunu düşünmək yox, onun möhtəşəm olduğunu düşünmək. Filled with, dolu olmaq mənasında, full of something, A variantıdır. Filled with ilə işlənir, full of ilə işlənir. Bunlara diqqət edək. Consider, hesab etmək, düşünmək. Think of somebody, something in a particular way, doğrudur, B variantı. B value, dəyərləndirmək, yaxşı dəyər, qiymət vermək mənasında işlənilir. Və burada da olacaq nə? Think that somebody, something is important. Nəyinsə vacib və yaxud da kiminsə nəyin önəmli olduğunu düşünmək. Express ifadə etmək, show a feeling, an opinion by words, looks and actions. Öz düşüncələrini, hisslərini sözlərlə və yaxud da görünüşünlə, davranışınla ifadə etmək doğru cavab olacaq A variantı. İndi isə gəlin 3-cü tapşırığa baxaq. Həmin sözləri cümlədə düzgün yerləşdirəcəyik. Birinci cümləmizi oxuyaq. The room was boşluq, sculptures, paintings and drawings that showed the artist's talents. Bəli, birincidə olacaq filled with, birinci cümləmizdə filled with olacaq. Otaq, deyir ki, otaq, gəlin burada bir yer açıq və orada sərgəli bir şəkildə yazaq. Birdə olacaq fill with. Otaq heykəllərlə, rəsm əsərləri və drawings, yəni rəsm əsərləri ilə doludur. Hansı ki, bu rəssamın bacarığını göstərən heykəllərlə, paintings, rəngli rəsm əsərlərlə və drawingsdəki bilirsiniz də qara karandaşla çəkilmiş, sadə karandaşla çəkilmiş rəsm əsərləri ilə doludur, dolu idi. İkinci cümləmizə baxırıq. My friend can his feelings through beautiful drawings. Mənim dostum gözəl əsərləri ilə öz hisslərini ifadə edə bilir. İkinci express olacaq. Express feelings, ifadə etmək. Üçüncüdə my teachers, boşluq, words motivated us, motivasiya etdi bizi. Us to work hard and do our work. Müəllimin ilham verici sözləri, inspiring, ilham verici sözləri bizi işləməyə, çox işləməyə və əlimizdən gələn ən yaxşısını etməyə vadar etdi, yəni motivasiya verdi. My teacher an expert in art because she knows so much about it. Mən müəllimi sənətdə, incəsənətdə bir ekspert kimi, yəni mütəxəssis kimi hesab edirəm. Çünki o bu haqda çox şey bilir. Hesab etmək. 4-də consider. 5-də
You should boşluq the watch because it's a special gift from your grandfather. Sən bu saatı dəyərləndirməlisən, dəyər verməlisən, qiymət verməlisən, value. Çünki bu sənin babandan sənə xüsusi bir hədiyyədir. 6-da artists, poets and composers have a lot of creativity and imagination. Rəssamların, şairlərin və bəstəkarların çoxlu yaradıcılığı və qabiliyyəti və təsəvvürü, imagination, təsəvvürü var. Və sonuncuda 7-də the painting of the animals because it is so colorful and creative. I admire. Mən deyir heyvanların rəsm əsərlərinə heyranam. Çünki çox rəngli və yaradıcıdırlar. Bu qədər əzizlərim. İndi isə keçəcək növbəti səhifələrin izahını da paylaşacağım sizlərlə. Hələlik.